Bismillahirrahmanirrahim. Deməli, İslam fəlsəfəsinə biz giriş elədik, başladıq keçən dərsimizdən. Demək olar bir neçə dərsdə, yəni keçən dərsimizdən daha ciddi şəkildə, açıq şəkildə İslam fəlsəfəsinə giriş elədik. Mən qeyd elədim ki, fəlsəfə İslam dünyasına gələndə bildiyiniz kimi, yəni belə başlıq belə qoya bilərik də ki, fəlsəfənin İslam dünyasına ayaq açması. Demək olar, elə bir neçə söhbətdir, biz buna işarə edirik. Fəlsəfə İslam dünyasına gələndə bir mənalı qarşılanmadı. Keçən dəfə bunu qeyd elədik. Və qeyd elədim ki, fəlsəfəyə münasibət üç formada mən yəni öz fikrim əsasında üç formada qeyd elədim ki, İslam fəlsəfəyə münasibət yarandı. Rəqabət yönlü münasibət, əqidə və inanca hədəflənən münasibət və nadanlıq və agahsızlıqdan yaranan münasibət. Bu hər üç münasibət də fəlsəfəyə nisbətdə qısqancı idi bu üç münasibət və fəlsəfəni inkar edirdi. Rəqabət yönlü münasibət qeyd elədim ki, daha çox Qərb dünyasında baş verdi və mən David Hume'u məsələn misal çəkdim. İndi o ilə işimiz yoxdur, mövzumuz deyil. Əqidə və inanca hədəflənən münasibət İslam dünyasında baş verdi. Agahsızlıqdan yaranan münasibət bu ümumi insanlar arasında, yəni onu da mən iki yerə böldüm: sədaqətli inkar, qərəzli inkar. İndi demək olar ki, bunu keçən dəfə qeyd eləmişdim. Əsas məsələmi mən yönəltdim hara? Əqidə və inanca hədəflənən inkar. Yəni bir qism belə deyək, düşüncə əhli və yaxud müsəlman mütəfəkkirlər Peyğəmbərdən sonra fikirləşirdilər ki, yaxşı, Peyğəmbər yoxdur, biz necə suallarımıza cavab hardan tapaq? Təbii ki, dedilər, onda müraciət eləməliyik Qurana. Qurana müraciət eləməliyik və Qurana da müraciət eləyəndə dedilər, yaxşı, Quranı neyniyək, yəni necə başa düşək? Dedilər, elə Quranın təfsiri, Quranı başa düşmək, elə onu oxumaqdır. Qiraət. Onu elə oxumaq, elə onu başa düşməkdir. Bu qədər. Ki, bu əhl-i hədis təfəkkürünü yaratdı. Və bunun misallarını da mən işarə elədim, sadəcə tək vaxt onun üçün yenidən təkrar eləmirəm də. Əhl-i hədis yarandı ki, elə zahirə baxaq. Elə nə görürük, elə onu da qəbullanaq. Və bunlara qarşı olaraq digər bir məktəb yarandı, rasionalist və mötəzillik məktəbi yarandı. Hesab edirdilər ki, xeyr, zahirə baxmaqla iş düzəlmir. Düşünməliyik, daşınmalıyıq, fikirləşməliyik, nəticə almalıyıq. Və bunlar da demək olar ki, ağlı önə çəkdilər. Və bir müddət sonra Əbülhəsən Əşəri adlı biri gəldi, dedi ki, ümumiyyətlə, rasionalist mötəzillər də heç də bizi hədəfə çatdıra bilmir. Əksinə bizi dindən, imandan uzaqlaşdırırlar. Ona görə orta bir yol seçməliyik. Nə hədis əhlinin, zahirçilərin zahirinə uymaq və nə də mötəzillərin ağlına. Bir orta səviyyəni nəzərdə almalıyıq ki, bu Əşəri məktəbi Əbülhəsən Əşəridən yarandı və dedik ki, sonra hətta bu məktəbdə özünü tam elə bir ki, zahirçilərə tərəf yönəldi
və nəticədə Əbu Mənsur Maturidi adında biri Asiyadan meydana gəldi və qeyd elədi ki, yox, elə ağıla əsaslanmalıdır. Təbii ki, dinə də önəm vermək şərti ilə ki, bunları biz keçən dəfə qeyd elədik və mən işarə elədim ki, baxın, mən bu günləri istəyirəm bunu tamamlayım. Biraz burada bir neçə dənə mövzu qalmışdı, onlara da işarə eləyim. Bütün bu davalar nədən irəli gəlir? Bütün bu münaqişələr, bütün bu problemlər ümumiyyətlə nəyə qarşıdır? Bunlar fəlsəfəyə qarşı bir qısqanclıq hissi keçirirlər. Düzdür, fəlsəfəyə qarşı qısqanclıq hissi keçirirlər. Eyni bu hissi biz Qərbdə də görürük. O dedimi rəqabət yönlü inkarçılıq. Məsələn, Dekart 15-16-cı, 14-15-ci əsrdə Fransalı René Descartes adında biri filosof gəlir, məsələn, fəlsəfəyə mərkəzi yer verir və ağlı önə çəkir və bir müddətdən sonra bir qarşı bir təfəkkür yaranır, empirisist, təcrübəçi təfəkkür yaranır və hesab eləyir ki, xeyr, ağıl ümumiyyətlə həlledici rol oynaya bilməz. Çünki biz ağılla heç nə eləyə bilmərik. Biz nə etməliyik? Təcrübəyə önəm verməliyik. Əsas təcrübədir. Təcrübə, yəni görürəm, eşidirəm, toxunuram və s. və ilə axır 5 dənə o təcrübə hissi orqanlarımız və hər hansısa bir müəyyən bir şey bilmək üçün obyektlər bizim hissi reseptorlarımızdan keçməli və hissi reseptorlardan keçdikdən sonra beyində yerləşir və hər iki üsullarla yenidən müəyyən bir məlumatı, yeni bir məlumatı bizə çatdıra bilər. Burada ağıl sadəcə vasitəçi rol oynayır. Neysə, xahiş edirəm, mən bunu uzatmaq istəmirəm, amma bu mövzunu işarə edirəm ki, yəni orada belə bir şey baş verdi. Ağılçılara, ağıl mərkəzlilərə qarşı təcrübəçilər yarandı. İslam dünyasında, gərək İslam dünyasında, oyun həkimiz yoxdur, sonra gəlib başqa mövzudur. İslam dünyasında isə əslində təcrübəçiləri bilsən kimlərə əvəz eləyirdilər? Hədis əhli, zahirçilər. Yəni onlara paralel düşünürdülər də. Necə ki, orada məsələn deyirlər təcrübəyə önəm vermək. Burada da zahir həmən təcrübədir də. Sadəcə İslam dünyasındakı din anlayışı var. Din və Allah anlayışı olduğuna görə bunlar təəssüblənirdilər ancaq dinin zahirində və dinin zahirini qorumaq üçün ağlı uzaqlaşdırırdılar. Ağlı dəf edirdilər. Nəyə görə? Nəyə görə? Ta ki dini qorusun. Yəni səmavi kitaba itaət məqsədilə, dini qorumaq məqsədilə, əqidələrini itirmə qorxusundan, bunları əqidələrini itirmə qorxusundan ümumiyyətlə fəlsəfəni inkar edirdilər ki, birdən fəlsəfə oxuyarıq, məsələn, əqidəmizə xələl gələr. Bax, bu zahirçi düşünənlər biraz əlbəttə bu elmi, akademik səviyyədə əşərilər hesab edirdilər ki, bəli, əşərilər din naminə, yəni mən bir şöhrə verirəm, bunlara bir əslində tərifləyirəm. Əşərilər din naminə ki, dini qorusunlar deyə nə edirdilər? Fəlsəfəni inkar edirlər. Fəlsəfəni inkar edirlər, nə edirlər? Ağılı inkar edirlər. Yəni, biz ağıllama bunları, dostlar, biraz diqqətli olaq. İşim var, mən bu prosesi deyirəm
ki yadınızda olsa keçən dəfə söhbətimizin, dərsimizin sonunda mən bir e, necə deyərlər, bir ipucu yaratdım ki, bəs Farabi İmamiyyə məktəbi və yaxud Farabi bu prosesin harasındadır. Hə? Ona görə mən bunları qeyd edirəm ki, bir də təsvir yaransın sizdə ki, tarixi təsvir. Baxın, İslam dünyasında fəlsəfəyə qısqanclıqla yanaşılır. Fəlsəfəyə, İslam dünyasına gələn fəlsəfə müsəlmanları narahat edir. Nə üçün? Nə üçün narahat edir? Çünki müsəlmanlar Peyğəmbərdən ayrılıblar və başlarını itiriblər. Hə? Biraz belə real danışaq da. Başlarını itiriblər ki, biz indi qalmışıq öz başına. Neyniyək? Necə başa düşək? Bəli, heç nə, hər kəs özündən nəsə deyə bilməz. Oxu, qutardı getdi, görürlər bu çox absurddur. Oxumaqla başa düşmək olmaz. Oxu, tək oxumaqla gərək müzakirə olunsun. Ağıl mərkəzlər gəlir, həll eləyə bilmirlər məsələni. Ancaq ağılla, çünki ağılla həll eləsələr bir çox məsələlər sual altına düşür, həll olmur. Tək ağıl. Əşərilər gəlirlər, istəyirlər orta mövqe sərgiləsinlər, yenə də, bax bunu, yenə də bacarmırlar, deyəcəm indi. Buna təkrar edirəm ki, biraz əşəriləri görün. Yəni, verirəm də, əşərilərə bir gözəl bir sima yaradıram ki, bu gözəl sima sonra görək nə baş verir. Əşərilər hesab edirlər. Əşərilərin içində çoxlu şəxsiyyətlər var da, çoxlu şəxsiyyətlər. Əbülhəsən Əşəri də banisidir. Əbülhəsən Əşəri, Baqillani, İmamül-Hərəmeyn, neysə, bu tanıdıqlarınız, eşitdikləriniz Əbu Hamid Qəzali. Əbu Hamid Qəzali. Bunu ki, Mövlana Cəlaləddin Rumi, Şeyx Məhmud Şəbistəri, Gülşəni Raz. Yəni, bunlar deyil, elə bu günləri hamının tanıdığı şəxsiyyətlərdir. Yəni, Əbu Hamid Qəzalidir, nə bilim, kitabları var, tərcümə Azərbaycan dilində də mən görmüşəm. Yəni, Əbu Hamid Qəzalinin bir dənə kitabı var, Səadət İksiri, Xoşbəxtlik İksiri, tərcümə də olunub. Türk dilinə deyəsən, tərcümə Azərbaycan. Görmüşəm mən bu kitabı hər halda. Tərcümə də olunub. Sonra və bu qəbildən də bəli. Bəli, türkçə daha çox da ədəbiyyat. Demək istəyirəm ki, əşərilər, nə üçün əşəri? Çünki zahirçilər o qədər də necə deyərlər, davam getirə bilmədilər də, aradan getdilər, mötəzilər, o rasionalistlər, zahirçilər aradan apardı, amma əşərilər yenidən bir dənə sima verdilər zahirçilərə. Zahirçiləri ərsəyə gətirdilər, təəssüflər olsun. Sonradan, çünki əşərilər hesab edirdilər ki, dini qorumalıyıq. Dini qorumalıyıq və düzdür, ağıldan da istifadə edə bilərik, amma ağıl xidmətçidir. Dinin xidmətində olmalıdır və din əsasdır. Bunları mən oxşadıram kimə? Orta əsrlərdə yadınızda olsa əgər, orta əsrlərdə belə bir bölgü var idi, axı belə bir dava orada da var idi Məsihlərdə. Dedi ki, bir qism fəlsəfəyə müxalif əks oldu, oyuna işimiz yoxdur. Bir qism də fəlsəfəni qəbul edirdi. Amma fəlsəfəni qəbul etmələrinə rəğmən iman onlar üçün əsas idi. Avqustin, indi görürsünüz nə qədər onların faydası var. Onları ki, Avqustin yadınızda olsa, kilsə atalar, sonuncu kilsə atalarında mən bunu söhbətə Avqustin kimi şəxsiyyət fəlsəfəni qəbul edir, özü filosofdur, amma dini qorumaq naminə fəlsəfəni sual altına, yəni iman onun üçün əsasdır. Əvvəlcə iman gətirməliyəm, sonra düşünməliyəm. Əşərilər də eynilə bu
məcranı təkrar elədilər. Yəni dedilər ki, iman gətirməliyik, sonra düşünməliyik. Düşüncəni də inkar etmirlər, amma əsas imandır. Və bu təfəkkür indi ələm buna tənqidi nöqteyi nəzərdən sonra bir iki dənə məsələ işarə edəcəyəm. Ona görə görürük ki, çox ciddi şəkildə əşəri hərəkatı bütün demək olar ərəb dünyasını fəth edir. Əbul Həsən Əşəri, sonra şagirdləri, təfsirçiləri, Qəzali, Fəxri Razi və bu kimi şəxsiyyətdir, Mövlana Cəlaləddin Rumi. Bunlar demək olar ki, bütün İslam dünyasını fəth edirlər. Nə ilə? Bir ağlı bilmirəm, elə bir kəlmə seçmək istəyirəm ki, belə balaca xoş olsun, siz olmasın. Yəni ağla qısqancılıqla, demirəm inkar. Ağla qısqancılıq. Hesab edirdilər ki, ağıl mənasızdır. Nəinki ağıldan istifadə eləmirlər, yəni deyirlər ümumiyyətlə ağıl bizi həqiqətə çatdıra bilməz. Baxın, və bunların əsərləri çox maraqlıdır. Bunların əsərləri daha çox mənzum əsərlərdir. Nəzm, şeir qalıbındadır. Şeir qalibində. Şeir formatındadır. Məsələn, Mövlana Cəlaləddin Rumi, bunlar şəxsiyyətlərdir. Amma indi bunların şəxsiyyətləri haqqında sadəcə elmi müzakirə edirik də biz. Elmi müzakirə edirik. Elmi müzakirə şəxsiyyət, böyük şəxsiyyətin şəxsiyyəti ona tənqid etməyə mane olsa, onda biz irəli gedə bilmərik ki. Deyək, şəxsiyyət nə qədər? Bunlar Mövlana, belə deyim, Mövlana Cəlaləddin Rumi həqiqətən Mövlana Cəlaləddin Ruminin İslam dünyasında olan təfəkküratı, insanlara əxlaq aşılaması həddindən artıq yüksəkdir. Bu öz yerində, amma nə qədər müsbət təsiri olsa da, hər halda ağla qısqanclığa yanaşmaq İslam dünyasını az da geri qoymayıb. Yəni, İslam dünyasını bir növ azından geriləməsə də yerində dayanıb, irəli getməyə imkan verməyib. Həmçinin bu Hamid Qəzali. Baxın, Qəzali İslam dünyasında milad 1111-də vəfat edib. Bu yadda qalır əzbər tarixi. 1111-ci ildə dünyasını dəyişib də 12-ci əsrdə, düzdür. Hafizdə deyəcəm bir də, ay sağ ol. Ümumiyyətlə bir dənə ümumi bir söz deyəcəm, ola bilsin ki, bəzən mən çünki bu şey haqqında danışanda bəzilərinə xoş gəlmir. Amma biz elmi müzakirə edirik də. Əbu Hamid Qəzali hər halda kiçik adam deyil, Şeyxülislam ləqəbi ilə tanınıb Şeyxülislam. Bu ləqəblər zamanında çox ciddi, dərin ləqəblər olub. Sonralar biraz da indi ləqəblərdə sadələşib, ucuzlaşıb. Amma hər halda bir nəfərə məsələn Şeyxülislam deyirdilərsə, yəni dünya səviyyəsində elmi düşüncəsi ilə tanınan şəxsiyyət. Yəni Əbu Hamid Qəzali deyir Şeyxülislam. Küleyniyə dilə Siqətülislam. Yəni adam Küleyni Siqətülislam, İslamın istinad yeri, istinadgahı. Neysə, indi onlardan keçib bəzən nələrsə yadıma düşür, yəni deyirəm. Baxın, Əbu Hamid Qəzali şəxsiyyəti elə bir adamdır ki, bu insan hər halda fikir verin nə ilə tanınır? Əvvəldə. Filosofları təkfir etməklə, ümumiyyətlə filosoflar kafir hesab edir. Adam yəni kafir hesab. Əlbəttə sonradan dönür Əbu Hamid Qəzali. İndi Əbu Hamid Qəzali haqqında ayrıca bir dərsdir ya, Əbu Hamid Qəzali o qədər dərindir. Amma hər halda
bilməliyik. Bir dənə kitabı var Əbu Hamid Qəzalinin Təhafutul Fəlasifə. Filosofların ziddiyyətli yerləri. Nə bilim belə bu cür indi tərcümə edirəm anında. Filosofların ziddiyyətli fikirləri. Təhafutul Fəlasifə. Məsələn, orada adam 20 dənə məsələdən söhbət edir. Əbu Hamid Qəzali 4 dənə məsələyə görə filosofları kafir bilir. Daha çox filosofdan da məqsədi İbn Sinadır. Əbu Əli İbn Sina. Məsələn, arası yox idi İbn Sina'nın da. Ona görə kafir bilir. Əlbəttə, görün, nə bilim, bəzi şeylər də indi dərdi deyil. Axı bizim onsuz da dərsimiz dərdləşmədir də, dərsdən daha çox dərdi. Hər hansısa bir insan, xahiş edirəm dostlar, bu zərif nöqtəyə diqqətli olsun. Əgər hər hansısa bir məsələdə, təəssüb və ifrata varsaz, onun əksinə də ifratla yanaşacaqsınız. Birdən əgər bu məsələdən haçansa əl çəksəz, əksində ifratçı olacaqsınız. Sən nə üçün deyirəm bunu? Əbu Hamid Qəzali bir zaman filosofları kafir bilirdi. Sonra döndü fikrindən, elə bir vəziyyət aldı ki, hər kəsə rəhmət oxuyurdu. Ehya Ulumda Yezidə də rəhmət oxuyur. Yəni birdən-birə, yəni onu dedim, bir tərəfdə ifrat səviyyədə olmaq, hər hansısa bir zaman dönərsənsə, digər tərəfin ifratçısına dönəcəksən. Ona görə ehtiyatlı olmaq lazımdır bu məsələlərdə. İndi fikrimə gəldi. Amma hər halda adam elmi bir adamdır da, indi o məsələləri qoyaq bir qırağa. Demək istəyirəm, yəni, xüsusən əxlaq zəminində Əbu Hamid Qəzali tanınmış şəxsiyyəti, əxlaq zəminində məşhur onun Ehya Ulum kitabı, elmlərin ehyası, dirilməsi, əxlaqi kitabdır həmən və yaxud da ki, Səadət İksiri əxlaqi zəmində çox ciddi kitabdır. Bax, belə bir şəxsiyyəti. Mən nə üçün çıxdım bu haşiyəyə? Bu haşiyəyə ona görə çıxdım ki, biləsiz ki, şəxsiyyətləri öz yerində, amma bu şəxsiyyətlər tənqid yerinə, tənqid mövzusuna gələndə gərək bizə mane olmasın da, təbii ki, tənqidə. Ona görə, amma həmən Əbu Hamid Qəzali əxlaq mövzusunda nə qədər yüksəkdə olsa da, Mövlana Cəlaləddin Rumi, amma bunlar, bu şəxsiyyətlər, dostlar, fəlsəfəyə və ağla qısqanc yanaşmaqla, sufi və irfani məktəbin yaranmasına səbəb oldular ki, hansı ki orada ağla yer yox idi. Həmən o sufi və irfani cərəyanda ağla yer yox idi. Ona görə bir dənə cümlə etdim ki, ola bilsin, mən bəzən bu məsələlərə giriş eləyirəm, bir çoxlarının xoşu gəlməsin. Çünki çox vaxt mənə eləyirlər ki, sən irfan cərəyanı, hərəkatına tənqidlə, bəzən tənqidlə yanaşıram. Çünki irfan cərəyanı əşərilik məktəbindən su içib hardasa qaynaqlanıb. İndi bu, deməkdə, vay, görəsən, heç nə olar, əşərilik məktəbi olar da, dedimdə şəxsiyyətlərdir, bunlar elmi şəxsiyyətlərdir, nə olar ki, oradan qaynaqlanında. Amma sadəcə bir tarixi bir gedişata işarə eləmək istəyirəm ki, İbn Ərəbi, bilmirəm İbn Ərəbi ilə nə qədər tanışsınız. Mühyiddin İbn Ərəbi əşəridir və bilirsiniz ki, misilsiz irfan və sufilikdə misilsizdir təsiri. Onun kimi, yəni, yeganə şəxsiyyətdir ki, sufi dünyasını nəzmə bir növ sistemləndirib, irfan, nəzəri irfanla sistemə salıb. Bu öz yerində. Amma bu irfan məktəbində ağla yeri yoxdur. Mən misal çəkim. Məsələn, fikir verin, Şeyx
Şeyx Mahmud Şəbistəri Gülşən İraz. E, Şeyx Mahmud Şəbistəri Gülşən İrazda deyir Həkimi fəlsəfi. İndi mən tərcümə edəcəm farsçadır bunlar. Çox dəyərli kitablardan biridir. Amma hər halda ağla yenə də yer yoxdur. Həkimi fəlsəfi üçün həst heyran nemibinəd əşya qeyri imkan. İşte imkan mikonnət isbatı vacib, əzan heyran şöhret dərzat. Yəni şeir qismindədir də şeydir. Deyir filosof heyrandır, heyran qalıb və heyran qaldığına görə, yəni çaşbaşdır da, bir növ çaşbaş qalıb və çaşbaş qaldığına görə də bütün məsələləri mümkün, vacib formatında görür. Mümkün, vacib Farabinin ixtiralarındandır. Farabiyə işarədir, İbn Sinaya işarədir, filosoflara işarədir. Hər şeyi də mümkün, vacib formatında görür. Mümkün, vacib yəni ehtiyaclı və ehtiyacsız. Şeydir də bir növ ironik yanaşır, ironiya ilə yanaşır məsələlər ki, həm də bu nəyə lazımdır yəni. Filosof heyran və çaşbaşdır, çünki hər şeyə mümkün və vacib formatında baxır. Zədurəndişiyə əqlə füzuli, yeki şot fəlsəfi digər hüluli. Yəni bu deyir, bu yersiz ağlın düşüncəsi nəticəsində biri filosof oldu, biri də oldu hüluli. Hüluli yəni kafir də. Yəni hesab hüluli yəni Allah hər şey, hər yerdə. Məsələn Allahdır və s. Baxın bu nümunə, indi mən nümunə olaraq qeyd eləmək. Mövlana Cəlaləddin Rumi. Mövlana Cəlaləddin Ruminin məşhurdur cümləsi deyir. Pay istidlaliyan çubin bovad, pay çubin səxt bir təmkin bovad. Yəni dəlil ağıl əhlinin ayağı taxtadandır və taxta da tez sınar. Yanaşmaya, yəni ağla necə münasibət bəsləyirlər. Bax bu da və başqa nümunələr çox deyəm, indi vaxt almaq istəmirəm. Əttar Nişapuri məşhur ariflərdən biri. Əsrarnamədə məşhurdur Əttar Nişapuri. Qeyd edir ki, orada da həmçinin var ki, Zecai digər inqunə əsrar nədarət fəlsəfi ba insüxənkar. Deyir, bəzi sirlər var ki, başqa yerdəndir. Filosof onu deyir, başa düşməz. Filosofunu başa düşməz. Baxın, indi bu nümunələrdə də qeyd elədim ki, yanaşma fikir verin necədir? Yanaşma, bəli, bütün bunlar nəyə görədir? Bütün bunlar toparlı pərakəndəlikdən çıxaq, biraz o fikrimizi toparlayaq. Fəlsəfə İslam dünyasına girir, müsəlmanlar qarşılayırlar və fəlsəfəni qarşıladıqda sadəcə fəlsəfəyə çox qısqanc yanaşırlar. Ki, hesab edirlər ki, fəlsəfə dinə xələl gətirə biləcək bir elmdir deyə fəlsəfəyə qısqanc yanaşırlar və təbii ki, çalışırlar uzaqlaşdırsınlar və nəticədə fəlsəfəni uzaqlaşdırmaqla əslində ağlı, çünki fəlsəfənin əsas aləti ağıldır da, əsas necə deyərlər, köməkçi aləti ağıldan ibarətdir. Təbii ki, ağla qısqanclıqla yanaşırlar və ağla qısqanclıqla ümumiyyətlə elmlər, bütün nəinki fəlsəfə, hətta digər elmlərə belə nisbətlə qısqancı olurlar. Bu əşəridir ya, əşərilərdən söhbət gedir ki, əşərilərdə bu öz pik həddinə çatır. Şuhud, bəli, Ramin qardaş soruşur, bəs ağla əgər, bəs onu elə deyirəm də, indi qeyd edəcəm. Deyir, ağla əgər qısqanc yanaşırlarsa, bəs onun yerinə nə qoyurlar? Görmək. Ancaq mən görməliyəm, həqiqəti gərək görüm. Həqiqəti görüm, həqiqətin özünü, nə bilim, müşahidə eləməliyəm.
Bax, bu demək olar ki, məsələlər və yaxud ağlın əvəzi daha çox ürək və qəlb mövzusundan istifadə edirlər. Qəlb. Mən keçən dəfə bir dəfə sizə deyəsən dostlar, mənim ağıl və qəlb mövzusunda bir söhbətim var. Bilmirəm ona tapsız qulaq asın. Quranda ağıl və ürək və qəlb mövzusu ki, orada mən biraz düz verilişdir, amma hər halda tam genişdə olmasa, qısa mən orada bəzi zərif məqamlara işarə eləmişəm ki, ümumiyyətlə nə deməkdir, yəni ağıl və ürəyin fərqi nədir, hardadır, necə? Bəli, irfan məsləkində, hərəkatında daha çox o qəlbə, ürəyə yer verirlər ki, bunlar hamısı bizim xoşumuz gəldiyimiz şeylərdir. Ya biz də beləyik. Amma biraz diqqətli olmalıyıq ki, məsələ tək qəlblə məsələ keçmir, tək ürəklə məsələ keçmir, əgər ağla yer verilməsə. Hər halda bu şəxsiyyətlər Əşəri məktəbi daha çox nəyin dalıcan gəzir? Daha çox məsələ bundan ibarət idi ki, din əldən getməsin. Belə yanaşırdılar. Biraz mən sürətləndirim söhbəti ki, tamamlaya bilim mövzunu. Daha çox yəni dini qorusunlar deyə. Tamam, bu ki, hədəf qəşəng hədəfdir. Bəli, hədəf qəşəng hədəfdir. Dini qorumaq üçün və yaxud həqiqəti qorumaq üçün biz ona xələl gətirə bilən hər şeyə mane olmalıyıq. Bu öz yerində. Bu məsələ bundan ibarətdir. Görəsən, mane olan şeyi düzgün seçim etmişik, yoxsa yox? Dinə mane olan şeyi həqiqətə də belə deyək. Həqiqətə mane olan şeyi uzaqlaşdırmalıyıq. Amma o şey nədir? Xüsusilə də ki, birbaşa olaraq ağla hədəflənmə və tuşlanma biraz məsələni çox gərginləşdirdi zaman keçdikcə. Məsələ çox gərgin oldu. Baxın, mən məsələn stat olaraq Giorgiani demək olar ki, çox ciddi sütun alimlərdən biridir. Tərifat kitabı var onun, tərifat. Tərif hər hansısa bir məsələni, məsələn, açıqlayır ya da şərh. Bir dənə, məsələn, deyir, hər hansı, məsələn, dəmir, başlayır açıq dəmir nədir? Misal, dəmirdən yox, daha çox dini məsələlərdir. Yəni, kitabın adı tərifatdır, yəni hər bir şeyin açıqlaması. Giorgiani tərifatda, məsələn, görün cümləsinə bax, elmül yəqin dünya müamiləsidir, dünya ticarətidir və zəhmətlə hasil olur. Lakin eynül yəqin qəlb tapıntısı və ariflərin məqamıdır. Bu cümlələr hamısı çox qəşəng də səslənir ha. Çox qəşəng səslənir. Elmül yəqin nədir? Yəni beynimlə nəyisə bilmək. Eynül yəqin gözümlə görmək. Bir eynül yəqin, ən əsası eynül yəqin gözlə görməkdir. Yəni həmən şuhud da, göz deyəndə ürək gözləyəndə. Gözlə görməkdir. Amma elmül yəqin dünya işidir. Bu çox dayanın bu cümlənin üstündə. Dayanın bu cümlənin üstündə işimiz var yəni. Hələlik ki, mən görürsünüz də, hələlik elə biz də, mən həmişə deyirəm, bu bəzən ümum insanlar da dindarlıqda bəzən Əşəridən təsirləniblər, xəbərimiz yoxdur da. Xoşumuz gəlir, şeir, hər yerdə şeir oxunanda, məsələn, neysə, bəzən bilmirəm nə qədər düzgündür bunlar. İndi dərs mərkəzidən olar ki, nə qədər düzgündür bunları deyək, deməyək. Yəni, bütün fikirlərimizi, həvəslərimizi, şeiriyyat, məddahlıq, oxumaq, bu şeylərə fokuslayanda insan tamamilə həqli və düşüncədən uzaqlaşır, xəbərimiz yoxdur.
Nə üçün dində deyirlər ki, bəzən elə biz özümüz baxırıq, kör baxırıq nə barədə. Dində deyilir ki, şeir, məsələn, filan vaxtı şeir oxumayın. Şeir ümumiyyətlə məkruhdur və s. Axı gülünc gəlir bizə ki, bu nəsə, yox, bunun dərinliyi var. Belə də deyil ki, elə sıradan deməyiblər ki, nəinki oxumayın, nəinki olmaz. Yox, demək istəyir ki, yəni fikri şeiriyyatla cilalamaq insanı ucaltmır. İnsanı ancaq elə emosional vəziyyətdə saxlayır və insan düşüncəyə mane edir. Düşünməsən də şeiriyyatda məhdudlanıb qalmaq, şeiriyyatda məhdudlanıb qalmaq insan düşüncəsini kütləşdirir. Ancaq və ancaq gözəlliyi görürsən, düzü görə bilmirsən. Gözəlliklə düz arasında fərq var. Bəzi şeylər gözəldir, amma hər gözəl olan düzdür. Şeiriyyat gözəl şeyi sənə göstərir, amma düzü göstərmir sənə. Düzü gərək sən al. Ağıl gərək düzü başa düşsün. İndi bu həmən dərd hissəsində demək istəyirəm ki, İslam dünyasında bir dünya açıldı əşərilərlə. Əşərilərlə təfəkkürə meyilləndilər. Hədəf də dini qorumaq idi, bu da yaxşı idi. Amma bu təfəkkürdən o hədəfə getmək üçün təfəkkürü sual altına aldılar, ağlı sual altına qoydular. Və ağlı sual altına qoyandan sonra təfəkkürlərini ancaq xoşa gəlimli, qəşəng olsun deyə şeiriyyatla. Əladır, yəni əksinə, yəni bir növ, amma əladır bu barədə ki, indi bu əlanın içində nə qədər düz, nə qədər səhv, bu gərək ağıl bunları ayırd eləsin. Ağıla sən qısqanclıqla qısqanc yanaşsan, ağıla qısqanc yanaşsan, insan enəcək xəyallara, emosiyalara. Emosiyalar insanı yerdən də üzür, göydən də saxlayır. Bilmirəm nə qədər uyğunlaşa bilirik yoxsa yox. Baxın, cümlə mənim üçün önəmlidir. George Orwell'ın cümləsi. Həmçinin Həcviri Qəznəvi, Kəşfül Məhcub, İrfanı kitab. Orada da həmçinin elmül yəqin, yəqin elmi, yəni bir növ məzmunlu deyirəm də, yəni yəqin elmi o qədər də önəmli deyil. Əsas eynül yəqindir. İzah verdim də elə bilirəm ki, dostlar elmlərini belə bölürlər də, yəqindirlər, bəzi o yəqin qəti bilik, bəzən düşün, elmləndir, bəzən də gəlirsən görürsən, görməkləndir. Görmək daha çox önəmlidir də tanki elmlə. Bu əslində bu prinsip yaxşı prinsipdir ya. Amma necə mən bu prinsipdən istifadə edirəm? Bu məsələdən necə istifadə olunur? Ona görə ada bax, ad. Elmül yəqin, yəni qoy belə deyim ki, hamı iştirak eləyə bilsin də, bəzən ola bilsin, bəzi dostlar elmül yəqin terminindən xəbərləri yoxdur. Yəni elm ümumiyyətlə, ağılla, biliklə əldə olunan həqiqət dünyaya aiddir. Amma müşahidə, təcrübə, gözlə, ürək gözü ilə görülən həqiqət əsasdır. Bir dənə fikir verin, ona görə fokuslanıram bu cümləyə. Çox əsasdır. Bir dənə fikir verin, necə bir dənə fasilə yaradır, nə ilə də axirət və dünya arasında bir dənə fasilə yaradır. Yəni, böyük bir uçurum. Bunda mənim işim var. Bunda bizim sözümüz var, dostlar. Böyük bir uçurum. Yəni, sən dünya tərəfdə olsun, axirətdən qırılırsan, axirət tərəfdə olmaq istəyirsənsə, dünyadan qırılmalısan. Bu əşəri və sonradan da irfan məsləkinin bəşərə verdiyi töhfədir.
Bilmirəm, çox kobud dedim yoxsa. Qətin olunur ki, hə? Bunlar, Müəllim, orta yol yoxdur. ha, bəs mən də ora gedirəm də. Orta yol Farabiyə deyəcəm ki, Farabi orta yol təyin edib. Farabi orta yol təyin edib. Anar qardaş. Yaxşıdır. Hələlik qısa. Sonra Farabi. Söz ondadır, bəli, əhsən. Gözəl, sual, konkret. Orta yol yoxdur. Cavab da qısa və konkret. Bəli var, onda Farabi təyin edib. Yəni, ümumiyyətlə ağla olan İslam dünyasında, qoy axın, İslam dünyasında ağla ağlın dəyərə qayıtması, ağlın dəyərləndirilməsi İmamiyyə məktəbində baş verdi. Mən burada elmi akademik söhbət edirik. Ya, burada ay məzhəb belə məzhəb. Mən özümdən demirəm bunu. Bu ümumiyyətlə mütəfəkkirlər hesab edirlər ki, ağla verilən dəyər, bəziləri hətta mənfi mənada istifadə ediblər bunu. Bəziləri də müsbət mənada. Yəni, söhbət ondan gedir, ancaq Şiə, İmamiyyə məktəbində Şiə, məzhəb məsələsi, ümumiyyətlə elmdə məzhəb anlayışı yoxdur. Mən məsələn deyirəm, çünki mən məsələn filan məzhəbim onu yox. Bunu elə ümumiyyətlə hamı deyir, ağlın, dəyərin bir növ ağla qaytarılması, ağlın dəyərlə eyniləşməsi İmamiyyə məktəbində baş verdi. Ki, bu mütəfəkkirlərindən, fikir əhlindən də bəllidir, yəni. Burada suallar var. Mən indi zəhmət olmasa bir dənə mən söhbətimi tamamlayım. Ramin qardaşın sualı, Güləzimova xanımın sualı. Bir dənə qoy söhbətimi tamamlayım. Gözümdən tezdən yana qayıdacağım. Suallara baxacağım. Bəs fikir verirsiniz məsələ nədir? Ona görə biraz məsələ hələ belə deyim də, belə pişirməliyik məsələni. Düşünməliyik. Yəni, bir növ, çünki nə xütbə məqamındayam, nə dini müdafiə necə deyərlər, kürsüsündə oturmuşam. İndidən söhbət gedir, ha. Fəlsəfə dərsi deyirik. Təbii ki, fəlsəfə o demək deyil ki, biz tamamilə fəlsəfəni tam pak, ağappaq formada göstərmək istəyir. Fəlsəfə bundan ibarət. Fəlsəfə yəni tənqid. Fəlsəfə yəni tənqid. Fəlsəfə demək tənqid olmalıdır. Fəlsəfə özü-özünə hətta tənqid edir. Fəlsəfə mən deyərdim, fəlsəfə yəni çox sadə ya, fəlsəfə elə bir elmdir ki, fəlsəfə tolerantlığa yol açan ən yeganə və ən əsas elmi tolerantlıq. İndi belə formada deyərəm, nə qədər siz bilməm necə başa düşürsünüz bunları. Fəlsəfə tənqidə yol açan elmdir. Fəlsəfə təəssübdən uzaq saxlaya biləcək elmdir. Fəlsəfə ifratdan insanı qoruya biləcək elmdir. İndi bu deməkdir ki, fəlsəfə müqəddəs deyil, yəni. Fəlsəfə müqəddəs deyil. Amma söhbət ondan gedir ki, bu fəlsəfə müqəddəs deyil. İndi müqəddəs deyilsə, biz onu çox, yəni hər nə yolla olursa olsun sıradan çıxarda bilərikmi? Bu biraz İslam dünyasında bəzən bir qism, yəni məktəblər, hərəkatlar ki, mən işarə edirəm, bəzən doğru şəkildə irəli getmədi. Və gördük ki, yəni Əşəri məktəbi ağlı qoruya bilmədi. Ona görə Maturidi məktəbi yarandı. Hələm yenə də söhbət şeydən getmir, istəmirəm məzhəbiləşdirəsiz məsələləri. Maturidi tamamilə, o da əhl-i sünnət dünyasının ən görkəmli nümayəndəsidir. Maturidi ümumiyyətlə İslam dünyasının və təbii ki, məzhəb olaraq əhl-i sünnət dünyasında. Baxın, söz nədir? Söz bundan ibarətdir ki, toparlayayım bir dənə cümlələrimi.
Bu insanlar, yəni bu şəxsiyyətlər çox ali şəxsiyyətlərdir. Adlarını çəkdim. Qəzali, bu Mahmud Şəbistəri, Şeyx Mahmud Şəbistəri, Mövlana Cəlaləddin Rumi, Fəxri Razi və bu silsilədən çox adlar çəkə bilərik. Yəni bu insanlar ali şəxsiyyətlərdir. Nə üçün? İbn Ərəbi və yaxud məşhur. Nə üçün? Çünki hədəf dini qorumaqdır. Bir, hədəf dini qorumaqdır. Digər tərəfdən dini qorumaq üçün indi nədən istifadə etməliyik? Dini qorumaq üçün düzdür, hədəf yaxşı hədəfdir. Amma hədəfə gedən yollarda bəzən görürük ki, problemlə üzləşirik. Yəni bizi hədəfə apara biləcək hər hansısa bir vasitəyə qısqanclıqla yanaşdırırlar və xüsusilə də ən önəmlisi ağıl. Ən önəmlisi ağıl. Ağıl ümumiyyətlə qısqanclıqla yanaşılır. Mən nümunə olaraq, baxın, hələm belə deyim də, bəzi nümunələri mən burada qeyd eləmişəm. O bir dənə sizə bir nümunə deyim, görün nə qədər bunlar irəli gedirlər. Yenə də bu Qəzalinin cümləsidir. Hesab riyaziyyat, həndəsə. Həndəsə və məntiq heç bir halda dinə aidiyyatı yoxdur. Və mülhidlərin, yəni kafirlərin elmi olduğuna görə din əhlinin nifrətinə səbəbdir. Baxın, yəni ümumiyyətlə elmə yanaşmaları necədir? Və bəzən çox maraqlıdır, siz rast gəlir. İbn Rəcəb Həmbəli. Məlumda Həmbəli məsləkli məzhəbdir. Qeyd edir ki, ədəbiyyatçı, dilçi, dil mütəxəssisi və ədəbiyyatçı, zəka sahibi və yaxşı insandır. Fəlsəfə, məntiq, astronomiya və digər. Deməli, İbn Rəcəb Həmbəli, alimlərdən biri haqqında. İbn Rəcəb Həmbəli Təbəqatül Hənabilə kitabında, yəni Həmbəlilərin alimlərini tarixi kitabında alimlərdən biri haqqında danışır. Deyir ki, o yəni dilçidir, ədibdir, ədəbiyyatçıdır və zəka sahibidir və yaxşı insandır. Amma nə olsun ki, fəlsəfə, məntiq, astronomiya və digər rədi elmlərə də bələddir. Rədi yəni səviyyəsiz də, yəni alçaq elmlər, mənasız elmlər. Fəlsəfə, məntiq, məsələdir, fəlsəfə ilə də kifayətlənmirlər. Hətta astronomiya və digər mənasız elmlərə də bələddir o adam. Həmçinin bu nümunələrdən istəmirəm başımız ağrıdan. İbn Əsir məşhur da tarixçidir də, Kamil fit tarix. Yəni məşhur dünya səviyyəli kitabdır. Tarixin kamil formasında demək olar ki, bütün tarix məsələləri təhlil edib. İbn Əsir tarixi kitabında qeyd edir ki, deməli 890-cı illər tarixinə toxunanda, illərin hadisələrinə toxunanda deyir ki, nəsx və nəşr sənətinə bələd olanlara and içdirirdilər ki, fəlsəfi kitablarının heç birini nəşr etməsinlər. Nəşriyyatçılara da, yəni nəşriyyatçılara and içdirirdilər ki, fəlsəfi kitabları nəşr etməsinlər. Məsələn, bu, yəni bəzi o əsaslı nümunələrə işarə edirəm də. Həmçinin 1160-cı ilin hadisələri haqqında qeyd edir ki, Əl-Müstəncid
Əbbasi xəlifəsidir. Əl-Müstəncid qazilərdən birini həbs eləyir, kitablarını müsadirə eləyir, fəlsəfəyə aid olan bütün kitablarını meydanda yandırır. Kitablar arasında İbn Sinanın Şifa kitabı, İxvan-ı Səfanın Risalələri və bu qəbildən olan kitablar var idi. Baxın, bu da Qəzalinin yenə cümləsidir. Qəzali riyaziyyat və məntiq dəlillərə və börhana, dəlil və sübuta əsaslandığı üçün onları inkar etmək olmaz. Cümləyə baxın. Riyaziyyat və məntiq çünki dəlil sübutlarla necə deyərlər, dolu bir elmdir. Onları inkar etmək olmaz. Lakin bunlara yələnən insan necə deyərlər, bu elmlərə xoş baxdığına görə ola bilsin ki, bu dinə nisbətdə zəif və yaxud süst olsun da. Baxın formaya, mən məzmununu burada qeyd etmişəm, cümlənin özü deyil. Qoy görüm cümlə. Bu insanları bu elmlərdən uzaqlaşdırmaq lazımdır. Bu elmlər din təlimləri mövzusuna aid olmasalar da ziyanı və pisliyi hamıya sirayət edir. Bunlara yələnənlər dinə boyun əyməkdən və təqvadan uzaqlaşırlar. Baxın, bu indi bəzi nümunələr ki, qeyd olundu. Maraqlıdır ki, Qəzali məntiq elmində kitabları var, amma məntiq adı ilə deyil. Başqa adlandır. Ki, məntiq adı olmasın. Məhəkün nəzər, yəni fikir meyarı. Meyarul elm, elmin meyarı. Əl-Qistasul müstəqim, bu Qəzalinin kitablarıdır. Əl-Qistasul müstəqim, yəni düz tərəzi, düz ölçü. Tamamilə məntiq kitablarıdır, amma məntiq adı ilə deyil, başqa adla verir ki, çünki məntiqə həddindən artıq pis yanaşırdılar, inkarçı yanaşırdılar, özü də belə. İndi o zaman bəzi alimlər işarə edirdilər ki, o zamanın qorxusundan, yəni, və yaxud o zamanın təzyiqindən idi ki, belə yanaşırdı. Bir növ Qəzalini tərif mənasında deyir ki, Qəzali o məntiqə pis yanaşma nəticəsində öz məntiqi kitablarına başqa bir adla verirdi, amma hər halda özü də bir müddət belə idi. Əlbəttə sonra qeyd elədim də dönür. Neysə, qaydaq biraz bu tarixi məsələlər ola bilsin, yorucu olsun, məni üzürlü sayarsınız. Söz nədir? Bir dənə toparlayayım və sonra danışaq əgər bəzi suallara da baxım. Bəs deməli, İslam dünyasına fəlsəfə girəndə fəlsəfəni qəbul etmədilər. Hələlik belə çox belə tez-tez keçimdə qəbul etmədilər. Çünki hesab edirdilər ki, fəlsəfə dinə ziyandır. Bu zahirçilər bunu o qədər də qoruyub saxlaya bilmədilər, bu inkarı. Çünki ağıl əhli üstünlük təşkil edirdi Mötəzililər və əlbəttə ağıl əhli də ağlı da yenə qoruyub saxlaya bilmədi. Çünki ifratçı ağla istinad edirdi, əşərlər meydana gəldi. Amma əşərlər də meydana gələndə təəssüflər olsun ki, yenidən meydanı ötürdülər təzədən zahirçilərə gözəl bir simadır. Yəni, həmən zahirçiləri yeni bir libasda, mədəni formada cilaladılar, əşərlər. Yəni, yenə də zahir, yenə də ağla qısqanclıqla yanaşdılar. Amma birbaşa olaraq, belə deyək də, zahirçilər kimi çox kobud şəkildə də ağlı necə eləmirdilər, sıradan çıxartmırdılar. Amma nəticə etibarı ilə ağıldan istifadəyə mane yaradırdılar. Çünki birbaşa olaraq demirdilər ağıl, amma dedilər fəlsəfə olmaz. Təzəndiqə məşhurdur. Hər kim məntiq öyrənsə zındıq olur ki, zındıq yəni kafir. Bizdə zındıq kəmiriz, kafir. Ərəb dilində də. İndi bəli, Ümeyyə İslam, təbii ki, Ümeyyə İslamın. Amma sadəcə mən burasını qeyd edirəm ki, indi bunu gələn dəfə işarə edəcəyəm. Biz bu şəxsiyyətləri siyasiləşməyənə qədər çox qəşəng görünürlər. Bir dənə problemlərindən biri bu idi ki, bu məktəbin siyasi
arena və siyasi e, meydan bunlardan belə deyək də istifadə etdikdən sonra bu düşüncə və bu düşüncə özünü siyasiləşdirdikdən sonra təəssüflər olsun ki, çox pis bir cərəyana döndü. Yəni bir növ qayıtdı həmbəli cərəyanı. Həmbəli yəni təkfirçi, hər bir şeyi kafir bilən, hər bir şeyə küfrlə yanaşan və s. və ilə axır. Bunu mən tənqid tərəfində qeyd etmək istəyirdim ki, indi vaxt çatmadı. Sonra qayıdacağam yenə bu mövzuya. Amma yanaşma tərzi bunlarda belə idi. Yəni ağıl bizi dinə gedən yoldan saxlayır. Ağıl dinə gedən yola manedir. Və çünki ağıl dinə gedən yola manedirsə, ağılla, əldə olunan ağılla bir növ meydana gələn hər hansısa bir elm də təbii ki, dinə manidir, o sıradan çıxmalıdır ki, ən başlıcası da fəlsəfə və məntiq elmidir. Ona görə bu sıradan çıxarılırlar ki, dini qoruyub saxlasınlar. İnşallah onda gələn dəfə mən demək olar ki, tam hazırladım söhbəti ki, giriş eləyim ki, bəs Farabi neynədir? Farabi neynədir? Ki, yenə də ondan qabaq bir neçə məsələyə işarə eləyəcəm ki, bu şəxsiyyətlər ki, bu qədər tərifləyirsən, amma tənqidi də bu qədər kəskin eləyirsən, bu şəxsiyyətlər bu qədərmi, yəni ya tərifləmə və yaxud da ki, tənqid eləmə, yox, mənim sözüm budur ki, tərifə layiqdirlər, amma tənqid də açıqdır və dini zəmində də fəlakətin səbəbləri nə oldu bu şəxsiyyətlərin yolu ilə, dini zəmində fəlakətin səbəbi başqa şeylərdir. Ki, onu mən gələn dəfə qeyd edəcəm ki, nə idi dini zəmində fəlakətə səbəb? Fəlakət yəni dinin geriləməsi və yaxud da geriləmək də deməsək, yerində addımlaması. İrəli getmədi də din. Din yəni dini camiyə. Dini camiyə bu təfəkkürlə irəli getmədi. Səbəb nədir? Bunlar xeyr, bunlar saxlamadılar, bunlar şəxsiyyətdə, bunlar sadəcə xüsusi, belə deyək də, bu təfəkkürün müəyyən bir formaya, qalıba girməsi səbəb oldu ki, sonra dini zəmində də zəiflik və çətinliklər yarandı. Kifayətdir, bu qədər yormayayım siz. Allah razı olsun, təşəkkür edirəm. Yaxşı, indi mən suallara baxım bir dənə mən bunu qeyd edeyim. Gələk bir dənə. Deməli, bu şəxslərin görməyi ilə Əhl-i Beytin görməyi arasında, yerlə gör arasında fərq yaranır. Yəni, bugün bu şəxslər çox qabardılar. Bəli, görmək deyəndə düzdür. Yəni, təbii ki, həmən şühud məsələsidir də, aydın məsələdir. Biz Əhl-i Beytdə də bu mövzunun şahidi, yəni görmə anlayışı. Əlbəttə, Quran da hətta buna. Mən söhbət görmənin əleyhinə deyiləm. Mən demirəm ki, görməyi inkar edirəm. Mən deyirəm ki, nə üçün görməyin baş verməsi üçün ağlı inkar eləməlisən. Söhbət ondan gedir. Amin qardaş. Əhl-i Beytdə görmək şərtdir, görmək hədəfdir, amma görməyin şərti ağıldır. Görməyin şərti ağıldır. Əhl-i Beytdə. Amma bəzən bu məktəbləri biz görürük, ağıl demək olar sıradan çıxarılır. Yəni, ümumiyyətlə, ağıl səni apara bilmir, ağıl hidayət edə bilmir, əksinə maneədir ağıl, maneə kimi göstərilir. Güləcimova xanım deyir, sanırsam, mən başa düşmədim şeir olan hissəni və Nizami kimi alimlər öz. Yəni, şeir, poema ilə çatdırırlar, biraz aydınlıq verir. Bir dən mən demədim şeir pisdir. Mən demədim şeir pisdir. Mən sadəcə bu təfəkkür, çünki fəlsəfə məntiqə ziddir. Fəlsəfə məntiqə zidd olduğuna görə öz fikirlərini şeirlə çatdırıblar. Çünki də
Fəlsəfə, məntiq şeirə girmir axı. Öz fikirlərini şeirlə çatdırıblar. Və bu fikirlər şeirlə çatanda qəşəng görsənir. Və insan da elə bilir ki, həm də düzdür. Anlanır. Yəni qəşəng görsən həm də düzdür. Yoxsa şeiriyyat, həmişə şeiriyyat səhv deyil ki. Şeiriyyat çox da gözəldir, çox da qəşəngdir. Mən özüm yəni amma Quran nə deyir Şüəra surəsində? Şüəra surəsində Quran deyir ki, şairlər əgər Allaha iman gətirərlərsə, onda onlar səadətə və xoşbəxtliyə nail olacaqlar. Yəni birbaşa olaraq şeiri mütləq şəkildə dəstəkləmir də, şərtlə dəstəkləyir. Ona görə mən də qeyd edirəm, nəinki şeir pisdir. Bəli, bizim şəxsiyyətlər, Füzuli Nizami kimi şəxsiyyətlər şeirlə öz fikirlərini çatdırıblar. Bu insanlar da hətta mən bunları da qeyd edirəm ki, bilmirəm düzgün bir-birimizi anlayaq. Bunlar da şeiriyyatın böyük maarif insanları çox. Cəlaləddin Rumi maarif çatdırıb insanları şeiriyyatına. Mən amma bu şeiriyyatın arxasında dayanan təfəkkürdən danışıram. Şeiriyyatın arxasında dayanan təfəkkürdən danışıram. Və şeiriyyatın özü və şeiriyyatdakı məzmunlar çox da gözəldir. Mən o qədər istifadə edirəm Qəzalinin özü, Mövlananın özü. Sadəcə o kök təfəkkürdən söhbət gedir ki, o kök təfəkkür problemli təfəkkürdür. Onu mən demək istəyirəm. Aha, bəli, Məryəm xanım. Bəli, bütün məsələ budur ya ki, hədəf görməkdir, amma ora gedən yol ağıldan keçir. Bu əsasdır. Mən ona görə bəzən şeiriyyatda tənqidim buna görədir ki, şeiriyyatda bəzən ağıl kölgədə qalır. Şeiriyyatda ağıl kölgədə qalır, düşüncə kölgədə qalır. Ancaq insanı hisslərə qapadır. Ancaq bəh-bəh, əla, nə gözəldir, nə yaxşı dedi, yaxşı nə dedi yəni. Məsələ oldu. Allah razı olsun. Könül xanım, bu ustad mənim də bir sualım var. İrfan fəlsəfə ilə. Buyur Könül xanım, eşidirəm. Ya yazın, ya səsi açın, səslə deyin. Salam Üstad, axşamınız xeyir olsun. Aleykümselam, aleykümselam. Axşamınız xeyir olsun. Buyur, eşidirəm. Üstad, maraqlı nədir burada? Bu İrfan məsələsində, məsələn, Səsiniz kəsilir. Bir dənə, bir də zəhmət olmasa. Çıxın bir də, zəhmət olmasa istəyirsiniz. Səsi bağlayın, bir də açın. Mənim səsim qırılır, bilmirəm, yoxsa... Səs qırılır, biz sizi eşitmirik. Aha, Ustad, yaman çox problem var. Görüntüdə də, səsdə də bilmirik. Doğrudan. Kim deyən internetdədir. İnternetdədir deyə bütün hamıda. Ya sizdə, ya bizdə. Yəni, ola bilər. Arada el oldu ki, Zoom proqramından mən çıxdım. Bir neçə saniyədən sonra bir də öz-özünə bilmədim nə ilə əlaqədərdir. Tamam. Ola bilər. Buyur, Könül xanım, eşidirəm. Buyur. Demək, biz dedik, o cümlə məndə çox yol ağıldan keçir. İndi bəs burada qəlbin rolu necə olur? Yəni, necə deyərlər, qəlb cəhəti burada necə iştirak edir? Qəlb heç bir iştirakı yoxdur Könül xanım. Qəlbin heç bir iştirakı yoxdur. Qəlb ancaq sonda baş verməlidir. Qəlb nəticədir. Biz isə yoldan danışırıq. Yoldan söhbət edirik. Qəlb bizi hər hansısa bir yerə aparmır ki. Qəlb yaranır. Qəlb nəyin nəticəsində yaranır? Qəlb düşüncə nəticəsində, ağlın nəticəsində qəlb yaranır. Qəlb nəsə sənə vermir ki, qəlb özü bir həqiqətdir. O həqiqət sən yaratmalısan. Mən ona görə deyirəm, bu indi zərif məsələlərdir də. Yəni, bəzən qəlbi düşünən
belə deyək də, düşünən bir Üstad, alət bir də ağılda. Bir də buna qulaq as. Bəzən qəlbi ağıldan başqa düşünən bir alət kimi göstərirlər. Bu səhvdir. Səhvdir bu. Qəlb ağıldan başqa bir şey deyil yəni. Buyur. aydın oldu Üstad. Çox sağ olun. Təşəkkür edirəm. Aha. Allah razı olsun. Yenə əgər bu yenə deyirəm amma biraz gərgin mövzulardır ya bunlar. Gərgin mövzulardır, amma sizinlə bölüşürəm. Sizinlə bölüşürəm, bilirəm ki, Mənim burada də hamı. bir sözüm var. Bu bəli, Səsim Ömər yaxşı qardaş. gəlir. Səsim Bəli, yaxşı yaxşı gəlir. gəlir. Yaxşı Bir gəlir, bəli. söz deyim. Orada İslam fəlsəfəsindən danışanda bu yaxın 1-2 dərsdə orada ağlı inkar etmək məsələsində, yəni və indi öz aramızda indi mən məsəl üçün 21-ci əsrdə yaşayıram. Yəni özümə görə də bir biliyim var. Amma mən həmişə Sokratın dediyi fikirlə elə barışıram ki, Sokratın bir sözü var idi, deyirdi, mən bilirəm ki, heç nə bilmirəm. Burada bilirsiniz nətərdir? Ağla tam güvənmək olmaz. Nəyə görə? Mən öz təcrübəmdən, həyatı təcrübəmdən deyirəm də. Məsəl üçün götürək bir dənə riyaziyyatı. Ən dəqiq elm məsəl üçün riyaziyyat götürülür. Məsəl üçün yaxud fizikanı götürək. Riyaziyyatı fizikada da daha çox görmək olur. Bir dənə ağlın sənə deyir ki, məsəl üçün bu filan şey məsələnin həlli mümkünsüzdür. Və yaxud deyirsən ki, ağlın deyir ki, bu ola bilməz. Amma vaxt gəlir səndən üstün ağıllı peyda olur. Sənin mümkün bilmədiyini riyazi cəhətdən də, elmi cəhətdən də isbat eləyər. Və ona görə, amma sən məsəl üçün biz indi götürə bilərik, məsəl üçün Karl Marx'ı məsəl üçün o dünyada ateizmin böyük şəxsiyyətlərindən biri olub da. Karl Marx əsasən biz bilirik ki, iqtisadçı olub, amma özü girib fəlsəfəyə, tarixə çox dayaz bir fəlsəfə tarix yazıb, dayaz. Mən də ona görə deyirəm ki, ağılla din arasında qalanda mən özüm də 21-ci əsrdə yaşamağıma baxmayaraq, mən də birinci dini seçərəm. Çünki mənim bildiklərim məhduddur. Mənim bilmədiklərim sonsuzdur. Mənim ağlım nə olsa da, nə qədər çox olsa da tutaq ki, məhduddur, sonludur. Amma Allahın elmi sonsuzdur. Yəni dinlə ağıl arasında qalanda dini seçmək lazımdır məncə. Çox gözəl, çox Ömər qardaş. Mən çox yəni gözəl siz izah verdiniz. Amma mən heç bu təfəkkürü qəbul eləmirəm. Səbəb nədən ibarətdir? Səbəb bundan ibarətdir ki, dini ümumiyyətlə mən nə ilə bəs qəbul edirəm? Dini seçərdim, yəni nə edərdim? Yəni elə prosta elə belə. Nə cavab verirsiniz? Yox, müəllim, deməli, dini seçərdim deyəndə, yəni mən əgər öz ağlımla qənaətə gəlmişəm ki, yəni ola bilməz. Amma elə şeylər var ki, elə incəliklər ola bilər ki, yox, buna cavab ver, zəhmət olmasa. dediklərim ola bilər. Buna cavab ver. Dini ümumiyyətlə nə ilə seçirsən? Dini seçərdim nə ilə? Dini seçərdim deyəndə burada söhbət nədən gedir? Məsəl üçün bir hadisə haqqında, bir danışdıqda, bir hadisə məlumat haqqında ola bilər ki, mənim ona ağlım çatmır. Onu qərar eləyərdim. Ağlım çatmır ona. Yəni mən elə səviyyədə deyiləm ki, ikinci sual. Ağlım çatmırı nə ilə bilirsən? Onu məsəl üçün mən öz təcrübəmdə, həyatımda görmüşəm. Deməli, xahiş edirəm. Bu nöqtəyə fikir, bu zərif məqama fikir ver. Ağlım çatmırı da ağıl özü deyir, ha. Bəli. Yəni ağıl özü boynuna alır ki, müəllim, ağıl özü mənim ağlım özü boynuna alır ki, sənin ağlın məhduddur. Deməli yenə də ağıldır. Yəni deməli yenə də dindən qabaq ağıldır. Bu ki dini seçərdim. Dindən qabağın mənası demək deyil, dindən dəyərli. Qabaq ağıl deyə, amma dini üstün tutur. Ağıl yenə özündən üstün dini tutur. Amma deməli ağıl üstün tutur da. Bəli. Ağıl əla. Çox gözəl. Qəşəng. Allah razı olsun. Mən bir dənə burada Könül xanımın sualı var.
onda irfani göstərişlərə əməl etmək ağıl ilə olur deyə hesab kitab edir, imanı var deyə, hədəfi var. Gəlib axırda qəlbə deməli gəlib axırda qəlbə nail olur insan. Çünki irfanın mənəvi faydalarını biz şəxsiyyətlərdə görmüşük. Axı bunlar hamısı şəxsidir. Bəli, irfanın faydaları şəxsidir. Mən bilmirəm onu. Könül xanım, yəni irfan bəli şəxslərdə görmüşük. Amma o onların özlərinə aiddir. Ona görə mən qeyd edəcəm, gələn dəfə deyəcəm ki, bir dənə problemlərdən biri budur. İrfan şəxsilikdən ümumiləşəndə problem yaratdı. Bəli, şəxsidir. Yəni hər bir insan özünə görə irfani hərəkatı var və o mənə olan məsələni sizə deyəndə aləm deyir bir-birinə. Ustad, bir fikir bildirə bilərəm. Bəli, buyurun, görüm ki, mən kiminlə danışıram. Təhməzov Ziyad qardaş, buyur. Ustad, ümumiyyətlə epistemoloji olaraq da götürəndə belə də biliyin özü elə ağılla sübut olunur da. Hətta Quranda elə məsələlər var ki, belə deyək də, orada nəqlin yeri yoxdur. Elə məsələlər var ki, orada belə deyək də, ağıl hökm eləyir. Bu etiqadi məsələlərdə. Sadəcə ustad, siz bayaqların bir söz dediniz. Dediniz ki, ağılla qəlb, siz onu eyni bir şeydə götürdünüz, yoxsa nə cür? Yəni eyni deyəndə mən hesab edirəm ki, düşünən bir şey varsa o da ağıldır. Qəlb düşünən deyil. Amma ustad, qəlb qəbul mərkəzi deyil. Məsələn, elə bir məsələ var ki, ağıl onu təsdiq eləyir. Amma qəlb belə deyək də, Quran məntiqi ilə danışaq, qəlb xəstədir deyənə. Həmin o ağlın verdiyi məlumat düzdə olsa, qəlb onu belə deyək də qəbul eləmir. Belə deyək, bir növ qəbul mərkəzli desək düz çıxmaz, yoxsa? Yəni ümumiyyətlə belə deyək də, sizin cümlənizi bu cümlə mən deyərdim ki, bəli, qəlb qəbul mərkəzlidir, bu qədər. Amma necə deyərlər, hər hansısa bir yaradıcı mərkəz deyil, qəbul mərkəz. Qəbul və yaradıcı arasında ağıl yaradıcıdır, qəlb qəbul edicidir. Ona görə sağ ol, bəli. Məryəm xanım. Məsələn, sufilər ki var idi, onlar ümumiyyətlə belə deyək də, ağlı kənara qoyurdular. Amma onlardan sonra, ələlxüsusda ki, Molla Sədradan sonra da, mütali fəlsəfədən sonra, məsələn, bizdə ariflərin ümumiyyətlə ağla çox mühüm yer verir. Məsələn, Allamə Təbəssüm olsun. İndiki Tamamilə. İmam bəs mən ona görə qeyd edirəm. Onlara biraz geniş izah verərsiniz, Allahın köməyi. Bəli, mən qeyd elədim ki, İmamiyyə məktəbində tamamilə vəziyyət dəyişdi. Yenidən qayıtdılar ağıl mərkəzliyinə. Amma bu ağıl mərkəzliyi nə mötəzillik idi, nə də əşərilik idi. Tamamilə başqa bir dünya idi. Bəli, düzdür. Allah razı olsun. Var olun, Allah razı olsun. Bəzən insan ağıl ilə anlayır ki, bu düz ola bilməz, amma hiss olaraq bir əminlik olur. İnsan gedir o hissin dalınca və sonra görür ki, düz çıxır, o hiss deyil, o da ağıl. Bəli, ümumiyyətlə əminlik ağıla aid. Məryəm xanım, çox qəşəng sualdır. Əminlik ancaq ağıldan gələ bilər. Hiss heç vaxt əmin ola bilməz. Hiss əmin olsaydı, nə bilim, ilğıma su deməzdi. Hiss əmin olsaydı, qaşığı su dolu stakanda sınıq görməzdi. Hiss əmin olsaydı, bunlar çox ciddi məqamlardır da. Əmin olan ancaq ağıldır. Ağıl ancaq əmin olur. Ağıl ümumiyyətlə, bu epistemoloji məsələlərdir. Mən bu çox ciddi elmdir, epistemologiya, bilik anlayışı. Mən bunun bir dəfə təfsilatı ilə dərsini demişəm. Amma məsələ budur ki, bu sosial şəbəkələrdə yoxdur. Yəni, çox güman mənim özümdədir ancaq bu dərs. Yəni, səs yazıları. Yəni, bu çox ciddi mövzudur bu məsələ ki, əminlik ümumiyyətlə necə baş verir. Əminlik ancaq ağla aiddir, amma xalis ağıl.
İndi xalis ağıl nə deməkdir? Bunlar o epistemologiyada tartışılan məsələlərdir. Ramın qardaşlarsa bir fikir var yadımdan çıxıb. Allah deyir, ağılı yaratdım. Əvvəl dedim ki, bəli, o kafidədir. Sonra dedim, ya səhv etmirəmsə bu bəli, bu cümlə Ramın qardaşının dediyi bu cümlə ki, ağılı yaratdım, dedim ona getdi və gəldi. Bu Üsul Kafinin Ağıl və Cəhl kitabının birinci hədisidir. Çox möhtəşəm hədislərdəndir. Çox möhtəşəm hədislərdəndir. Ki, ağlın əhəmiyyətini orada vurğulayır. Bəli, Könül xanım, əslində hər şey qayıdır ağla. Allah razı olsun Məryəm xanım, çox sağ olun. Hamıya təşəkkürümü bildirirəm. Mən yenə də buradayam, yəni əgər sualınız varsa, biraz belə mövzu belə mövzudur, zərif mövzudur. Ona görə əgər sual varsa, söz varsa, mən qulluğunuzdayam. Xeyr, mənə xoşdur. Ümumiyyətlə müzakirə, fikirləriniz, tənqidləriniz, yanaşmağınız mənə çox xoşdur. Siz sağ olun ki, bu vaxta qədər elə oturursunuz, dinləyirsiniz. Allah razı olsun. Yaxşı, gecəniz xeyrə qalsın. Mən də hamıya təşəkkürümü bildirirəm. İnşallah gələn dərslərdə, gələn görüşdə görüşmək ümidi ilə hamını Allaha tapşırıram. Bu ayda və bu aylarda bir-birimizi dua eləyək inşallah. Təşəkkür edirəm. Sağ olun. Salamat qalın inşallah.